Nə var, nəyə gəlmisən? Aylamış. Sənə qurban olum, bağışla da məni. Bilə məni narahat eləmə. Mən biləməm bunun dərdinə. Hoş gəlmişsin. Qardaş, mənə bir dənə yüngülvari maşın lazımdır. Əsl evdəkilər üçün maşındır. Evdəki əs istəmirəm. Və kimlər üçün istəyirsən? Çöldəkilər üçün. Çöldəkilər? Ged alımıza. Qaqa, yəni bu 2023-ün qalik idi. Bir dənə ona bax. Səsə bax qaqa, elə bir quluncun var idi, qırıldı. Sən o qıza bu qalik alsan, 5 il o qız sənin dalınca sürünəcək, nağdır. Necə yəni 5 il? Qaqa, gəl açıq danışaqsan, belə gəlsən də, səndə bu qaliki nağd almağa bu yoxdur, düzdürmü? Sən mənə tanıyan adamsan. Salırsan lizinqə, 5 illik. 5 il o qız səndən ayrılmayacaq. Çünki bilir ki, ayrılsa, bu qalikin aylıq lizinqini kim verəcək? Özüm BMW sürüm, qıza qalik alır. Sən sıkıntı dalaşanda brrr deyəcək, çata bilməyəcəm onun dalınca, başa düşürsən? Evdə sənin aşkım. Çıx balkona gəlirəm. Aylamış. Dilqəm, dəlisən, neysən? Dilqəm, dəlisən, neysən? Avtogrupdan sənin maşın aldım. Yəqin mənə bağışlayarsan da, hə? Sən böyle bir dənə quru gül də alsaydın, mən səni bağışlayardım. Dəlisən sən? Gəl mənə zəhv, gəl. Nə pulu? Gəl uşaq indi qarmona gedə. Yoxdur pul, qazana bilmirəm, pul yoxdur. Yanvardan qoyarsan. Bildim 46 elə deyirsən ki, qazanmaq olmuyor 40 manatı. Çatdıra bilmirəm. Yanvardan gedər qarmonu çalar.